Salam, hər vaxtınız xeyir. Mən Monitoring vəsaitinin müəllifi, eyni zamanda FES Akademinin təlimçisi Firuzə Hüseyni. Bilirsiniz ki, FES Akademi tərəfindən sizlər imtahana tam hazır olasınız deyə ümumi sınaqlar hazırlanır və bugün də ödənişsiz şəkildə hazırlanmış ümumi sınaq 7-nin riyaziyyat suallarının izahını verəcəm. Suallara keçməzdən əvvəl qeyd edim ki, bizim ödənişli qruplarımız da fəaliyyət göstərir ki, siz qısa müddət ərzində proqramı həm tamamlamış olacaqsınız, eyni zamanda ödənişsiz şəkildə bizim sınaqlarımızdan da yararlanmış olacaqsınız. Əgər siz də ödənişli qruplarımıza qoşulmaq istəyirsinizsə 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Elə isə başlayaq birinci sualdan. Sualları etməzdən əvvəl siz dayandırın, özünüz yazın, ondan sonra davam etə basın və izaha baxın ki, düzlərinizin sayını müəyyən edə biləsiniz. Birinci sualda deyir, rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə düzələn ən böyük tək ədədlə ən kiçik cüt ədədin cəmi neçədir? Ən böyük tək ədəd düzəltməliyəm. Əlbəttə ki, 4027 olar. Çünki 7 ilə başlaya bilmərəm. 7 sonda gəlməlidir ki, ədədimiz tək olsun. Yəni 4027. Ən kiçik cüt ədədim. Eyni zamanda buradakı rəqəmlərdən ən kiçik cüt ədədi düzəldirəmsə, bu da 2074 ola bilər. Lakin mənə nə deyir? Mənə deyir, ən kiçik cüt ədədim olsun. Düzdürmü? Ən kiçik cüt ədədim olduqda, bəli, bu formada olmuş olacaq. İndi isə 4207 ilə 2074-ü toplamaq lazımdır. 1 yazırıq, 1 yadda 8, 2, 6, 6281. Doğru cavab A bəndidir. 32-ci sual qalıqlı bölmə ilə bağlı bir sualdır. A bölünsün 8 bərabərdir 126, qalıq 5-dir. Biz də bölünənin tapılma qaydasını bilirik ki, bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üzərinə qalığı gəlmək lazımdır. Yəni 126-nı vurmaq lazımdır 8-ə. Buranın cavabı edir 1008. Üzərinə də 5 gələndə edir 1013. Yəni A 1013-dür. Bizə də deyir ki, minliklər mərtəbəsinin vahidinin sayı. Minliklər mərtəbəsində yəni neçə dənə 1 var? 1 dənə 1 var. Ona görə doğru cavab B bəndidir. 33-də deyir ki, hansı bərabərsizlik doğru deyil? Gördüyünüz kimi kəsirlərin müqayisəsidir. İndi baxaq görək hansı müqayisə yanlışdır. Birincisi verib 5-də 3, digəri 8-də 5. Bilirik ki, ortaq məxrəcə gətirmək lazımdır. Lap bunu 8-ə, bunu 5-ə vursaq. Burada eləyir deməli 40-da 8-i 3-ə vuranda 24. Bu birisi də 40-da 25. 40-da 25 böyükdür. Yəni A bəndi doğrudur. İkincisinə baxırıq. 3-də 2, digəri isə 9-da 5. Bunu 3-ə vuraram ki, məxrəci 9 olsun. Yəni alınacaq 9-da 6, 9-da 5. Həqiqətən də 9-da 6 böyükdür. Yəni bu da doğrudur. C bəndində 7-də 4, 5-də 3. Ortaq məxrəcə gətirirəm 35-ə. Bunu 5-ə vururam. Bunu isə 7-yə vururam. Edir 35-də. Burada 4 idi. Aha, 4, 5-im 20. Digəri isə olacaq 35-də 21. Həqiqətən də doğru işarə qoyulub. D bəndinə baxırıq. 6-da 5, 9-da 7. Ortaq məxrəcə gətirirəm. Aha, ortaq məxrəcə gətirmək üçün də 9-u 6-ya vurduq. Bura elədi 54. Də 45. Digəri isə edir 54-də 42. 45 42-dən böyükdür. Amma burada işarəni tərsinə qoyub deyə yanlış deyib bəndidir. Qeyd edək ki, bildiyiniz kimi monitoring vəsaitimiz satışdadır. Bunu istənilən kitabxanalara yaxınlaşaraq əldə edə bilərsiniz. Və yaxud da ekranda gəldiyiniz nömrə ilə 077 752 28 93 nömrəsinə də yazaraq sifariş verə bilərsiniz. Çevirmə ilə bağlı bir sualdır. Birinci bilirik ki, kiloqramdan kiloqramı, qramdan qramı, tondan tonu bu formada çıxmalıyıq. Lakin baxıram ki, 8 ton 40 kiloqramdır. 3 ton 750 kiloqramdır. Və mən görürəm ki,
750-dən 40-dan 750-ni çıxa bilmərəm. 1 tonun 1000 kiloqram olduğunu bilirəm. 8-dən 1-ini alıram, burada 7 qalır. Burada 1000 əlavə edəndə qalır 1040. İndi isə gəlin baxaq. Birinci 1040-dan çıxmaq lazımdır. 750-ni edir 290. 7-dən də 3-ün çıxanda qalır 4 ton. Yəni 4290. Doğru cavab 34-də A bəndi olacaq. 35-ə baxırıq. Perimetri 60 cm olan düzbucaqlıdır. Uzunluğu enindən 2 dəfə çoxdur. Yəni eni x-dırsa uzunluğumuz 2x-dır. Bu düzbucaqlının sahəsi tərəfi 8. Aha, gəlin birinci buna baxaq. Perimetrin düsturuna əsasən enlə uzunluğu toplayıb 2-yə vuranda 60 edir. Yəni 3x bərabərdir 30-a, x bərabərdir 10. 10 və 20 ölçüləri. Bu düzbucaqlının sahəsi, yəni S bərabərdir. Onu vurduğu 20-yə elədi 200 cm-in kvadratı. Tərəfi 8 cm olan kvadratın sahəsindən 8-in də kvadratı 64. Deyir, bu bundan nə qədər çoxdur? Yəni 200-dən 64-ü çıxmaq lazımdır. 200-dən də 64-ü çıxanda cavab edir 136. Yəni doğru cavab A bəndidir. 36-cı sualı davam edirik. Aralarındakı məsafə 600 kilometr olan iki şəhərdən qarşı-qarşıya iki qatar yola düşüb. Birincinin sürəti 75, ikincinin sürəti 85-dir. 3 saatdan sonra onlar arasındakı məsafə nə qədər olar? 3 saatdan sonra deyirsə, birinci nə etmək lazımdır? Bunları toplamaq lazımdır. 75 ilə 85-i toplayırıq ki, bunlar 1 saat ərzində 160 kilometr yol gedirlər. Və 3 saata nə qədər yol gedərlər? Ona görə də 160-ı da vurmaq lazımdır 3-ə. Tapdım ki, 3 saata da 480 kilometr yol gedirlər. Əvvəldən aralarındakı məsafə 600 idi. İndi 480-in gediblər. 600-dən də 480-i çıxıram. Cavab da qalır 120. Cavab A bəndi. 37 adi hesablamadır. Gəlin baxaq. Alt-alta yazaraq da hesablaya bilərsiniz. Əgər kiməsə çaşqınlıq varsa bu formada göstərək. Baxın, birbaşa ədəd alındı. 5, 0, 7, 4, 8, 4, 484.705. Cavab A bəndi. Bir boru havuzu 8 saata doldurur. Digəri dolu havuzu 24 saata boşaldır. İki boru eyni vaxtda açılsa havuz neçə saata dolar? Bu sualı yuxarı siniflərdə kəsirlə həll edirik, amma ibtidai sinifdə isə normal vurma bölmə ilə həllimiz var. Birinci baxaq ki, bu 24 litrlik havuzu 8 saata doldurursa, yəni söhbət dolu havuzu 24 saata boşaldırsa, bu əgər 24 saata boşaldırsa, mən birinci 24-ü bölərəm 8-ə ki, deməli bunun içində hər belə deyək də saata 3 litr su düşür. Hər 8 saata 3 litr su düşəcək. Və 24 litrlik dolu havuzu 24 saata boşaldanda mən indi bir ortaq ədəd götürmüşəm ki, yəni həm 8-ə bölünür, həm də 24-ə. Belə olan halda 1 litr su boşalmış olur. İndi bunlar ikisi də, onda aradakı fərq nədir? 3-dən 1-i çıxıram ki, bunların arasındakı fərq 2 litrdir. Və havuzun tam dolması üçün mən 24 litr hesablamışamsa, 24-ü 2-yə bölürəm, cavab da edir 12 saat. Yəni cavab B bəndidir. 39-da deyir ki, 9-da 4-ü 36 olan ədədi, yəni hansısa ədədi 4-ə vurublar, 9-a bölüblər. Gəlin belə yazaq. 36 alınıb. Bilirsiniz ki, tərsinə gedirik. Yəni belə olan halda məxrəcə vurub surətə bölmək lazımdır. 36-nı 4-ə böldüm. 9, 9, 9-a elədi 81. 81-in də 3-də 1-in istəyir. Yəni 3-ə bölüb 1-ə vururam. Cavab deyilir 27. B bəndi. 40-cı suala baxırıq.
Hansı saatın əqrəbləri arasındakı bucaq kör bucaqdır? 09:00 bilirsiniz 9 burdadır, 00 burada. Yəni 90 dərəcəli bucaqdır. 15:00-da da 15 burdadır, yəni 3 tamam biz belə deyək də burada dayanır. Və bunu 12 ilə birləşdirəndə yenə düz bucaq alınır. 16:00 belə əyildi, həqiqətən də kör bucaqdır. 14:00 isə 15:00-dan daha qısadır. Bax, qısalır məsafə, iti bucaq alınır. 41-ə baxırıq. Uzunluğu 15 sm, eni uzunluğunun düzbucaqlı verilir. Uzunluğu 15-dir. En də uzunluğunun 1/3-dir. Yəni 15-i 3-ə böldüm, 1-ə vurdum, elədi 5. Perimetrini istəyir. 2 vurulsun, 15 üstə gəlinsin 5-ə, yəni 40 sm. 42-yə baxırıq. 3x çıxılsın 60 bərabərdir. 480-i birinci bölmək lazımdır 2-yə. Edir 240. 3x bərabərdir. 240-ı 60-ı topladıq. 300. X da bərabərdir 100-ə. Doğru cavab B bəndidir. Radiusu 12 sm olan çevrənin daxilinə çəkilmiş ən uzun parça ilə. Ən uzun parça elə diametrin özüdür. Radiusu 12-dirsə, diametrimiz 24-dür. Radiusdan cəmini istəyir. Yəni 24 üstə gəlinsin 12, cavab dedir 36, B bəndi. Nəticəni hesablayırıq, davam etmə müddəti. 15 dəqiqədən 45 dəqiqəni çıxa bilmərəm. Ona görə buradan saatımın birini alıram 7 saat. 60 ilə 15-i toplayırıq, eləyir 75 dəqiqə. Çıxılsın 4 saat 45 dəqiqə. 0, 7-dən 5-i çıxdıq 30, 7-dən 3 saat. 3 saatim 60 dəqiqə olduğu üçün 180, üstə gəlinsin 30 edir və bu da edir 210 dəqiqə. Yəni cavab A bəndi. Mağazada 120 kiloqram meyvə var idi. Əvvəlcə 4də 1-i satılıb. 120-ni 4-ə bölüb 1-ə vururuq. 30'u satılıbsa 120-dən 30'un çıxırıq ki, nə qədər qalıb? 90'ı qalıb. Sonra qalanının 3də 1-i satılıb. Yəni 90'ı 3'ə bölüb 1'ə vururam. İndi də 90 idi, 30'u satılıbsa 60'ı qalıb. Yəni doğru cavab A bəndidir. Bölən 18'dir. Natamam qismət 5'dir, qalıq 7'dir. Bölünəni istəyir. Bölünənin tapılma qaydası necədir? Bölünəni tapmaq üçün böləni natamam qismətə vurub üzərinə qalığı gəlmək lazımdır. Bunun üçün də 18'i vururuq 5'ə. Edir 90. Üstünə də 7 gəlirik. Cavab da olur 97. Düzbucaqlı paralelipipedin tillərinin sayı ilə təpə nöqtələrinin sayının cəmi nədir? Aha, bu qaydaya əsaslanan sualdır. Yəni cavab 20 olacaq. İndi gəlin əsaslandıraq. Düzbucaqlı paralelipiped bildiyiniz düzbucaqlının həcmli formasıdır. Yəni bunun təpə nöqtəsi 8 dənədir. 12 dənə də tili var. Cavab deyir 20. Yəni bu qayda sualıdır. 48. 3 kiloqram konfet 24 manatdır. Sonda 1 kiloqramı nə qədərdir? 24'ü böldüm 3'ə ki 8 manatdır 1 kiloqramı. 40 manata neçə kiloqram? 40'ın içində yəni neçə dənə 8 var? 40'ı da bölürəm 8'ə 5 kiloqram. Cavab B bəndi. Rəqəmləri müxtəlif olan 5'ə bölünən və rəqəmlər cəmi 8 olan ən böyük üç rəqəmlə də hansıdır? Gəlin baxaq. 5'ə tam bölünməlidir. B bəndə bölünə bilməz. B getdi. Çünki 5'ə bölünmək üçün sonu 0 və 5 ilə bitməlidir. Rəqəmlər müxtəlif olmalıdır. Burada 2, 9 var. Burada da 2, 5 var. Elə cavab qalır C bəndi. 9 üstə gəl, 4 üstə gəl 5. Həqiqətən də rəqəmlər cəmində 18 edir. 50-ci suala baxırıq. Qeyd edim ki, yenə də vəsaitimizdən istifadə edərək siz imtahana qısa müddət qalmasına baxmayaraq həm mövzu sınaqlarını işləyə biləcəksiniz, eyni zamanda yekun sınaqlar, ümumi sınaqlar işləyərək imtahana tam hazır olacaqsınız və bununla yanaşı bizim hal-hazırda ödənişli monitorinq qruplarımıza da qoşula bilərsiniz. 50-ci sualda deyir ki, sahəsi 81 sm olan kvadratdır. Sahəsi 81-dirsə, tərəfi əlbəttə ki 9'dur. Tərəfi üzərində qurulmuş, bax, kvadratdır.
tərəfi 9-dur. Bunun tərəfi üzərində qurulmuş bərabər tərəfli üçbucağın perimetri 9, 9, 9. P bərabərdir 3 vurulsun 9, o da edir 27. Yəni cavab B bəndi. 51-ci sual əməllər ardıcıllığıdır. Bilirsiniz ki, birinci mötərizə yoxdursa bölmə vurmaq, sonra toplama çıxma həll olunmalıdır. Birinci baxıram bölməyə, birinci hansı gəlibsə onu həll edin. 60, sonra 150-ni vururam 2-yə. Burada elədi 300. Nə aldı? 60 üstə gəlinsin 300, cavab da olacaq 360, yəni A bəndi. 52-ci suala davam edirik. Aralarındakı məsafə 120 kilometr olan iki məntəqədən eyni vaxtda əks istiqamətdə iki maşın yola düşüb. Birinin sürəti 70, digəri 90-dır, 3 saat. 3 saata sürəti 70 olan 210 yol gedəcək. Düzdürmü? 3-ü vurdum 70-ə. Bu da 3 saata 270 yol gedəcək. Cəmi nə qədər oldu? 0, 7 ilə 2 topladım, 9, 9-un üstünə 1 gəldim, 0, 1 yadda, 2 ilə 1, 3, 3 ilə 2, 5, 1 də yadda 600. Doğru cavab B bəndidir. Məxrəci 12 olan neçə düzgün kəsir var? Əlbəttə ki 11 dənə. Çünki 12-də 12 düzgün olmayan kəsirdir deyə biz 12-dən kiçik olanları, yəni 1-dən 11 daxil ədədləri götürməliyik. 5 litr su 5000 millidir. Bunun 4də 3-ünü istəyir. Yəni, ədədin hissəsinin tapılmasıdır. Məxrəcə bölüb surətə vurmaq lazımdır. 5000-i 4-ə bölüb 3-ə vururuq. Cavab edir 3750 C bəndi. Ədədin deyir 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda birinci gedək 10 minliklər tapaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Neçə alınır? 7, 2-dən sonra 8 gəlib deyə 3-ə keçir. Qalan ədədlərdə sıfırlanır. Yəni 730.000. 55-də doğru cavab B bəndidir. 56-da deyir ki, çəndəki 80 litr suyun əvvəlcə 4də 1-i 4-ə bölüb 1-ə vurdum ki, 20-si işlənibsə, qalan deyir. 80-dən 20-ni çıxdım ki, 60-ı qalıb. Qalanının yarısı 60-ı böldüm 2-yə ki, 30-u işlənibsə 30-u qalıb. Sonra isə 15 litr istifadə olunub. Deməli 15 qaldı. Cavab C bəndidir. Bərabər yanlı üçbucağın təpə bucağı 40 dərəcədirsə, bilirik ki, 180 dərəcədir ümumi bucaqların cəmi. 180-dən 40-ı çıxırım, alıram ki, bu iki bucağın cəmi 140-dır və bərabər yanlı olduğu üçün oturacağı bitişik olan bucaqlar bir-birinə bərabərdir. Ona görə də 142-yə bölüb alırıq 70 dərəcə. Açıq sualla davam edirik. Bir ambarda 240 ton kömür var idi. Hər gün ambardan 15 ton kömür aparılır. 12 gün sonra ambarda nə qədər kömür qalar? 12 gün aparılıbsa, birinci 12-ni vurmaq lazımdır 15-ə. 12-ni 15-ə vuranda edir 180. 240-dan 180-ni aparılıbsa, nə qədəsi qalıb? Əlbəttə ki, 60 qalmış olacaq. Nəticənizi mütləq rəylərdə bizimlə bölüşün və bu kimi izahların davamını istəyirsinizsə, yenə də rəylərdə qeyd edin. Sahəsi 144 cm olan kvadratdır. Deməli, sahə 144-dürsə, tərəf 12-dir. Kvadratın daxilinə hər bir tərəfindən 2 cm məsafə saxlamaqla daha bir kvadrat çəkilib. Bizimki düz bucaqlı yoxşuyur, amma bilək ki, kvadratdır. Hər tərəfdən 2 azalıbsa, buradan da 2, buradan da 2 saxlanılıbsa, 2 buradan, 2 buradan, 12-dən çıxıram 4-ü, burada 8. Kvadratın tərəfləri 8-dirsə, perimetri olacaq 32. Çünki P bərabərdir, 4 vurulsun A. 4-ü də 8-ə vuranda cavab olur 32 sm. Son sualımıza baxırıq. Kitabın 120 səhifəsi var. Murad birinci gün kitabın 5də 2-sini, 120-ni 5-ə bölüb 2-yə vurmaq lazımdır. 120-ni də 5-ə böləndə edir 24, 2-yə vuranda 48-in. İkinci gün qalan səhifələrin 120-dən birinci çıxaq 48-i ki, bizim nə qədərimiz qalıb? 72 səhifəmiz qalıb.
Sonra qalan səhifənin yarısını oxudu. 72-ni də aparıb bölürəm 2-yə. 36-sını oxuyub, deməli 36-sı qalıb. Elə doğru cavabımız da olacaq 36 səhifə. Ümid edirik ki, izah yararlı oldu. İzahla bağlı fikirlərinizi də bizimlə bölüşməyi unutmayın.